Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 273-274-dəki məsələlərin izahını verəcəyəm. Digər məsələlərin izahını demək YouTube-a yükləmişəm. Həmin məsələlərin izahına baxa bilərsiniz. Məsələ 297-yə baxaq. Horizontallarla təsvir edilmiş dağın ətəyinin dəniz səviyyəsində olduğunu nəzərə alaraq daxili horizontalın mütləq hündürlüyünü müəyyən edin. Mütləq hündürlük nəyə deyilir? Baxaq, nisbi hündürlük nəyə deyilir? Mütləq hündürlük okean və dəniz səviyyəsindən hesablanan hündürlükdür. Plan və xəritələrdə verilmiş hündürlüklər relyefin mütləq hündürlüklərini göstərir. Mütləq hündürlük barometr vasitəsilə demək təyin edilir. Azərbaycan ərazisində Baltik dənizindən hesablanır mütləq hündürlük. Avropada isə şimal və Aralıq dəniz səviyyəsinə hesablanır, yəni dəniz səviyyəsinə əsasən təyin edilir. Xəzər dənizi okean səviyyəsindən aşağı olduğu üçün ona görə də Xəzər dənizi səviyyəsindən hesablanmaq olmaz. Nisbi hündürlük isə yer səthində bir nöqtədən digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqidir və nivelir vasitəsilə ölçülür. Təsvirə baxaq, nisbi hündürlük və mütləq hündürlük. Və təzyiqə nəzərə alaq. Təzyiq, atmosfer təzyiqi nəyə deyilir? Atmosferi təşkil edən qazların yerin cazibə qüvvəsinin təsiri ilə yer səthinə və oradakı cisimlərə göstərmiş olduğu təsir atmosfer təzyiqi adlanır. Atmosfer təzyiqi 1 kvadrat santimetr səthə düşən hava ağırlığının təzyiqidir və millimetr civə sütunu ilə müəyyən edilir. Qəbul olunmuşdur ki, troposferdə hündürlüyə doğru hər 10 metr qalxdıqca atmosfer təzyiqi 1 millimetr aşağı düşür. Və bir də qeyd edək ki, normal atmosfer təzyiqi nəyə deyilir? Okean səthi üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür və normal atmosfer təzyiqi 45 dərəcəlik paraleldə 0 dərəcə Selsi temperaturda havanın 1 kvadrat santimetr səthə göstərdiyi təzyiq 760 millimetr civə sütunu olaraq qəbul olunmuşdur. Əgər dəniz səviyyəsində deyirsə, deməli bizim horizontalın birində fikir versək, təzyiq 680 mm civə sütunu qəbul edilmişdir. Demək, civə sütundur və